İnşallah baxaq 105-ci suala. Verilib ki, hipotenuzu 13, katetlərindən biri 12 sm olan düzbucaqlı üçbucağın sahəsini tapın. Düzbucaqlı üçbucaq A, B, C. Əvvəla düzbucaqlı üçbucağın sahə düsturu nəyə bərabərdir? Bərabərdir 2-də 1 A, B. Yəni düzbucaqlı üçbucaqda hipotenuza ehtiyac olmur bizdə. Bizə əsas lazım olan katetlərin hasilinin yarısı. Yəni bizə də deyir ki, hipotenuz 13-dür. Aha. Katetlərdən biri 12-dir. Əvvəla B-ni biz tapaq. Digər kateti tapsanız sahə məlum olacaq. Digər kateti tapmaq üçün 13-ün kvadratı bərabərdir 12-nin kvadratı plus digər katetin kvadratı. Katetlərin kvadrat cəmi hipotenuzun kvadratına bərabərdir. 169 bərabərdir 144 çıxılsın B kvadrat. Deməli üzərinə gəlsin B kvadrat. Buradan B kvadrat bərabərdir. Deməli çıxsaq 25. B-ni tapırıq 5. Aha. Deməli B 5-dir. Bizə də sahədən məlum olduğundan 12 vurulsun 5 bölünsün 2. Buna yaxşıca 6 5-in 30. Deməli cavab olacaq 30 A bəndi.